Bugün sizə elə bir hadisə danışacağım ki, cinayət detektivlərinin belə bu hadisə qarşısında qanı donub. Videonu hazırladıqda günlərlə təsirindən çıxa bilməmişəm. Salam dostlar, sizinlə qaranlıq sirlərdir. Belə videoların davamlı olmağını istəyirsinizsə, kanala abunə olmağı, videolara like qoymağı və fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Hazırsınızsa, vaxt itirmədən İraqda baş verən bu qan dondurucu hadisəyə keçək. Gəlin hadisəyə İraq xəstəxanalarının birində baş verən və bütün ölkəni ayağa qaldıran o görüntülərlə başlayaq. Bir qadın xəstəxana koridorunda fəryad edir və çarəsizlikdən öz gözlərini yumruqlayır. Adı Hədildir. Onun gözlərinin altındakı qaraltı sizə döyülmüş izlənimi verə bilər. Amma o kimsə tərəfindən döyülməyib. O sadəcə aldığı dəhşətli xəbərin acısı ilə öz gözünü bu ziyanı vurub. O müsahibələr verir, baş vermiş hadisə ilə bağlı Qazenin cinayətkarının tapılıb edam edilməsini tələb edirdi. Bəs nə baş vermişdi? Qazel 2022-ci ildə İraqda doğulmuşdu. Atası Seyf və anası Qufran boşandıqdan sonra balaca Qazel məhkəmə tərəfində anaya verilmiş və aliment təyin olunmuşdu. Təəssüf ki, çox ailədə olduğu kimi burada da Qazelin atası Seyf alimenti ödəmirdi. Seyf işləmirdi və alimenti ödəməyə gücü çatmırdı. Qufran ata evinə döndü, amma problemləri bundan sonra azalmaq əvəzinə daha da çoxaldı. Ata evində onun atası və anasından başqa Kərrar adında subay qardaşı, bir də 5 uşaqlı Məhəmməd adında ailəli qardaşı, onun da Hədil adında həyat yoldaşı yaşayırdı. Hədil həm də Qufranın boşandığı Seyfin bacısı idi. Bəli, Qazelin həm dayıdaşı, həm də doğmaca bibisi idi. Amma Qufranla Hədilin söz-söhbəti davaları çox olurdu. Qufran keçmiş həyat yoldaşı Seyfdən şikayətləndikcə, aliment verməyəndə məhkəməyə verdikcə Hədillə arasında böyük münaqişələr yaşanırdı. Bundan əlavə Qufranın subay qardaşı Kərrar da Qufrana gün üzü vermirdi. Onun boşanmağını həzm edə bilmirdi və çıxacaq söz-söhbətlərdən gileylənir, bacısının əlindən hətta telefonunu belə almışdı. Qufran Hədildən bir gün telefon istədikdə, Hədil dava edir onunla və telefonu ona vermir. Səbəb isə göstərir ki, Qufran başqa kişilərlə danışır. Və bu dava nəticəsində Hədil acıq edir və evi tərk edir. Günlərin bir günü Qufran ev işləri gördüyü vaxtda birdən uşaqlara gözü sataşır. Qazel və qardaşı qızı Ruqiyə biraz öncə oynadıqları yerdə yox edilər. Anasından soruşur. O da dayısı Kərarın biraz pul verib uşaqların mağazaya istədiklərini almağa göndərdiyini deyir. Amma Qufran uşaqların vaxt keçsə də dönmədiklərini görüb narahat olur. Özü mağazaya gedir və satçıdan qızları xəbər alır. Satıcı uşaqların gəlib nəsə aldıqlarını deyir və qeyd edir ki, sonra uzaqda dayanan bir parıltılı paltar geyinən kişi ilə söhbət edəndə getdilər. Qufran kamera görüntülərini baxmağı istəyir və buradan baxdıqda adamı tam üzü görünmədiyi üçün tanıya bilmir. Lakin yerişini kiməsə bənzədir. Yenə də həyəcandan dəqiqləşdirə bilmir. Polisə xəbər edirlər. Qufran yolun ortasında oturub fəryad edir. Səsinə hamı yığılır. Və bir neçə vaxtdan sonra isə qardaşı Kərrar məsələdən xəbər tutur və gəlir. O da pis olur və axtarışlara başlayır. Elə bu anda Məhəmməd adında bir kişi qucağında halı özündə olmayan Ruqiyəni gətirir və qeyd edir ki, Ruqiyəni biraz araldakı kanaldan tapıb və onu son anda qurtara bilib. Amma uşağı qoyub sakitcə aradan çıxır. Həmin an heç kim onu soruq-sual etmir. Çünki hamının fikri Qazeldə idi. Görəsən o da mı kanala düşüb? Gedib baxdıqda isə kanalda dərində tərpənməyən Qazeli görə bilirlər. Uşaqların hər ikisi xəstəxanaya çatdırılır. Amma təəssüf ki, Qazelə nə qədər müdaxilə olunsa da, tək bir gerçək var idi ki, o artıq həyatını itirmişdi. Elə həmin an Hədil də gəlir. Gözlərinə o qədər döyür ki, gözləri qan çanağına dönür. Və hələ qızından xəbərsizdir. O qardaşı qızı Qazel üçün bu göz yaşlarını tökürdü. Dayı Kərrar da divara yumruqlar atır, özünü döyür. Polis hadisəni axtarışa başlayır. Çünki bu artıq bir cinayət idi. İlk öncə kameralardan uşaqları aparan şəxsi tapıb soruq-sual edirlər. Məlum olur ki, o bu işi tək görməyib. Onun dostu Abbas da ona kömək edib. Amma əsl qan donduran detaylar indi başlayır. Məhəmməd və Abbası soruq-sual etdiklərində onlar bir adı qeyd edirlər. Dayı Kərrar. Bəli, Qazelin dayısı və Ruqiyyənin əmisi Kərrar. O uşaqları tapşırdıqdan, oğurlatdıqdan sonra özü də kanalın yanına gedir. Və çox təəssüf ki, hər iki uşağı istismara məruz qoyurlar.
Uşaqları istismardan sonra kanala atırlar. Uşaqlar istismar zamanı əmi, dayı, etmə, yalvarırıq desələr də, hər biri buna məhəl qoymur. Uşaqları kanala atdıqdan sonra onsuz da öləcəklər deyə düşünüb oranı tərk edirlər. Məhəmməd evə paltarını dəyişməyə gedir. O sırada dayı Kərrar mağazanın önündə hadisəni yeni eşitmiş kimi ora gedir. Ruqiyyə möcüzəvi şəkildə kanaldan çıxmağı bacarır və sağ qalır. Ruqiyyə halsız vəziyyətdə yolda gedərkən Məhəmməd onu görür və məcbur Ruqiyyəni qucağına alıb, o da uşağı tapmış kimi hamını toplaşdığı yerə aparır və Ruqiyyəni yolda qorxudub heç bir kəlmə etməməyi tapşırır. Polis dayı Kərrarı da soru-sual edir və Kərrar bütün bunları nə üçün etdiyini etiraf edir. Kərrar bacısı boşanmadan əvvəl qardaşı arvadı Hədillə münasibəti var imiş. Bacısını boşanıb o evə gəlməsi onların bütün planlarını pozubmuş və Hədillə davalarından sonra Hədil də hiddətlənib evi tərk edib və ondan intiqam almağı planlayıb. Bəli, düz eşitdiniz. Bütün bunların arxasında Hədilin planları yatır. Hədil qufrandan acıq çıxmaq üçün onu ömür boyu yaralayacaq bir şey etməyi, sevgilisi olan qayınına, yəni Kərrara deyir. O sadəcə Qazeli qaçırıb öldürtməyi tapşırır. Amma öz qızı Ruqiyyənin də onunla birlikdə olacağını düşünmür. Hədir Kərrara zəng edir və Qazeli qaçırmağı tapşırır. Hesabda sadəcə Qazelin ölümü olur. Amma Kərrar uşaqları bir-birindən ayrılmadığını deyir və nəinki öldürmək, hər ikisini də istismar edib öldürməyə planlayır və həyata da keçirir. Hadisə keçən ay İraqda baş verib və Hədil, Kərrar və 2 dostu da tutulub. İstintaq hələ də davam edir. Xoşbəxtlikdən Ruqiyyə sağ qalır. Hal-hazırda vəziyyəti yaxşı görünsə də, çox ağır travma almış oldu. İnşallah tezliklə daha da yaxşı olar. Çox təəssüf ki, belə iyrənc insanlarla bir dünyada yaşayırıq. Məni sona kimi dinlədiyiniz üçün təşəkkürümü bildirirəm. Rəylərinizi gözləyirəm.